Hörmətli tədbir iştirakçıları, əziz qonaqlar, hörmətli müəllimlər, sevimli tələbələr. Bu gözəl şeirli məfrəli gündə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr edilmiş Axır Dünya Kurbanı adlı tədbirimizdə hər birinizi hoş gördük. Bugün Texniki Universitetin bu möhtəşəm zalında şairin iştiqına yığışmışıq, Bəxtiyar Vahabzadə zirvəsindən od götürməyə gəlmişik. Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı milli mənəvi dəyərlərimizin təbliği və təşviqi istiqamətində Ulu Öndər tərəfindən müəyyənləşdirilən kursun uğurla davam etdirilməsinin bariz nümunəsidir. 21 fevral 2025-ci il tarixində imzalanmış sərəncamda qeyd 2025-ci ilin avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, dramaturg, ədəbiyyatşünas, pedagog və ictimai qadın, keçmiş SSR və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmudoğlu Vahabzadənin anadan olmasının 100 illiyi tamam olur. Bəxtiyar Vahabzadə mübarizliyi və çoxşaxəli fəaliyyəti ilə 20-ci əsrin ikinci yarısından etibarən Azərbaycan dəyərli ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun vətəninə, millətinə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən dərin, poetik, fəlsəfik düşüncələrlə zəngin irsi, daim mədəni, mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideyalarına bağlılıq və istiqlal məhkûrəsinə sədaqət hissi aşılamışdır. Sənətkar, ədəbi və elmi yaradıcılığının uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlavələndirərək bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın fadi yüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir. Əziz tamaşaçılar, dəyərli olanlar, indi isə gəlin yeri verək şeirə və 1965-ci ildə şairin qələmə aldığı o gözəl şeirdə görək nələr deyilir. Qocaldır insanı, qocaldır zaman, ürəyin ateşi közü qocaldır. Dağları, daşları qocaldan zaman bilmirəm, bəs niyə özü qocaldır? Getdi baharımız, yeri qışa qaldı, düzlər qara qaldı, yaxşa qaldı. Bizimki bir quru baxışa qaldı, neyniyək, arzunun gözü qocaldır. Bəxtiyar, düşünək biz dərin-dərin. Bəxtiyar, düşünək biz dərin-dərin, xəyallar möhtəşəm, arzular şirin, əsl sənətkarın, əsl şairin, özü qocalsa da, sözü qocaldır. Əsl məhəbbətin, əsl şairin, özü qocalsa da, sözü qocaldır. Bəli yoldaşlar, əsl sənətkarın, əsl şairin, eyni zamanda əsl məhəbbətin özü qocalsa da, sözü qocalmır deyən şair, sözünün və kəlamlarının əbədi yaşarlıq
kazanacağını, bütün zamanlar üçün xüsusi aktuallıq kəsb edəcəyini hələ sağlamında duymuşdur. Həqiqətən də şairin poeziya nümunələri bugün də dillər əzbəri olmaqla ana yurdumuzun hər güşəsinə günəş şəfəqləri tək öz şöhrəsini yaymaqdadır. Tədbir boyu biz də bu poeziyanın nurundan bəhrələnəcək, Bəxtiyar Vahabzadə yaradıcılığının zirvəsinə, şeirlərə, hikmət dolu misralara, müdrik havalara baş vurub, bu poetizmdən bəhrələnib, ucalan musiqi dünyasına qəlb olacaq. Heydər Əliyev Bəxtiyar Vahabzadə haqqında gözəl ifadə eləmişdir. İndi zənnimcə siz həmin video şartı efirdə görəcəksiniz. İnkişaf ettik. Onun özellikleri neticesinde bizim edebiyatımız neticesinde bizim yeni bir çok değerli eser vardı. Bizim böyle şairimiz, sanatçımız, romantikimiz, bu anlarda şimdiye kadar arkadaşlarımız çalışıyor. Öz istedadıyla, yaratıcılığıyla bizim edebiyatımızı medeniyetimize birleştirdi. Hörmətli tədbir iştirakçıları, əhvalınızın elə bu xoş məqamında Azərbaycan Texnik Universitetinin Humanitar Fənlər Kafedrasının müdürü, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyevi kürsüyə dəvət edir. Buyurun. Salam, hər birinizi salam deyiləm, xoş gördük. Bizim qeyd edək ki, bugünkü tədbirdə hörmətli prorektorumuz Rəşad müəllim, Rəşad Əliyev iştirak edir. Məmnuniyyətlə biz sözü Rəşad müəllimə almışlarımızla. Hörmətli xanımlar və cənablar, dəyərli qonaqlar, tələbələr, hər birinizi bugünkü çox əhəmiyyətli və çox dəyərli bir günündə icazə görməkdən çox şadam. Cənab Rektorun salalarını çatdıraraq hər birinizə xoş gəldiniz deyil. Azərbaycanımızın möhtəbər şairi, çox dəyərli dahisi, Bəxtiyar Vahabzadənin üstünlüyündə bir arada olmaq mənim üçün həqiqətən çox güclüdür. Ben çok daha da bugünkü tədbirimizdə qalda, emin olan ki, boş bir yer qalmadı. Hər kəs öz yerini daha əvvəldən. Ona görə çox sevinirəm ki, şeirə, sənətə və ədəbiyyata bu qədər dəyər verən insanlar var. Və mən istəyərək, gəlin özünüzü almışlayam. Çox böyüklərdən üstündə demək istəyirəm ki, mən bir zamanlar Türkiyədə tələbə olduğum zaman təxminən 30 il bu barədə mən də bir göstərmişəm. Dahi şairimiz Bəxtiyar Vahabzadənin adına açılan ilk saytı videosunu da yaratmışdır. Vahabzadənin özellik ünvanında yerləşirdi və onun şeirini, onun ədəbiyyatını, onun Azərbaycan sənətinə olan böyük yaratıcılıq, hörmətini, saygısını bütün Türk aləmində çatdırmaqda öz kiçikli olsa söz vermişəm. Mən bunu qrafik qismindən demək istəyirəm burada sizlərə. Və əlbəttə ki, bugünkü tədbirimiz çox geniş sektördə davam edəcək. Çox dəyərli qonaqlarımız var. Xalq artistimiz buradadır. Dünyanın xanım siyasətçilərlə birlikdə olacaq. Və təbii ki, mən Bəxtiyar Vahabzadənin görəndə ki, orada qeyd oldum. Ağ dünya fırlanır. Bir anda onun istiraları gözünün önündən geçdi. Və onun çox sevdiği bir Allah şeiri var ki, sözü səsləndirir. Və onun ümumiyyətlə Gürcistan bayanası, ümumiyyətlə onun milli vətənpərvərlik ruhunda olan sözləri, onun belə deyim ki, bədii ədəbi yanaşması mənim hər zaman çox qürurlu, ruhumu oxşamışdır. Xüsusilə şəhidlərimiz üçün olan onun bir
şeiri və onun göstəricisidir ki, bizim millətimizin, bizim vətənimizin, xalqımızın eyni zamanda bədii ədəbiyyata və eyni zamanda incəsənətə verdiyi dəyər qədər milli mənəvi ruha da çox böyük dəyər verir. Mən çox təxrissindən deyirəm ki, bugün gündə burada çıxacaq yerək hər birimiz sağlamadan çox şadam. Hər birimizdə bu bədii ədəbi gecədən zövq almanızı arzu edirəm. Teşekkür ederim. Hoş geldiniz. Çox sağ olun. Əziz dostlar, dəyərli yoldaşlar, bugünkü bu gözəl tədbirimizə Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, Azərbaycanın və Özbəkistanın xalq artisti, öz gözəl səsi ilə həmişə diqqət çəkən, hamımızın sevimlisi Gülyanar xanım Məmmədova təşrif buyurur. Əziz dostlar, burada qeyd edək ki, uzun İstiqlal Köşəsi Məhdər Vahabzadənin dünyaya göz açdığı şəkil yaratmalıdır. Həmçinin qeyd edək ki, şairin sözlərinə bəstələnmiş mahnılar onun ifasında xüsusi rəng alır. İndi biz bunu özümüz eşidəcəyik. Sen
bəst olunsunuz. Demək olar ki, bütün ustadlar bizim üçün Bəli. ustaddır. Ustadım Nəriman Əliyev, muğam ustadım. Rəşid Behbudov adına mahnı teatrında isə 30 ildən artıqdır çalışırım. Rəşid Behbudovun məktəbini davam etdirdiyim üçün şərəf duyuram. Və o teatrda bu illər ərzində çox şeirləndim. Addımlamalı, yeriməli, oxumalı, səhnədən sizlərlə müsibətli, bu sevgini, hər şeyi Rəşid Behbudov məktəbində öyrəndim. Və Şövkət xanım isə məni kiçik yaşlarımdan Şəkidən Bakıya gətirən ustad sənətkarımızdır. Seçim edib 9 yaşımda mənə dəyər verib Bakıya gətirib 9 yaşlı qalib olmuşam. Məhz elə Şövkət xanımın, Mirzə dayının, Mirzə Babayevin, Əli Baba Məhmədovun, İslam Rızayev və ustadım Nəriman Əliyevin sayəsində bugün sizin qarşınızda çıxış edirəm. Çox sizlərə təşəkkür edirəm Texnik Universitetin rəhbərliyinə, bütün müəllim heyətinə, professor, dosentlər və bütün heyətimizə, tələbələrə, hər birinizə sevgilərimi, hörmətlərimi diləyirəm və təşəkkürümü bildirirəm ki, məhz bir torpaqda, yəni hamımız Azərbaycanlıyıq, onunla fəxr edirik, amma bölgələrimiz də biri-birindən bizə doğulmaq əzizdir. Bir bölgədə doğulduğum üçün məhz mənə dəyərli, əziz olan Bəxtiyar Bağaqzadıya bu günümüzü həsr elədiyiniz üçün, onun 100 illik yubileyinə belə möhtəşəm bir tədbir hazırladığınız üçün mən sizlərə təşəkkürümü bildirirəm. Türk dünyasının böyük şairi Bəxtiyar Bağaqzadəni sevməmək mümkün deyil. Onun sözlərinə yazılmış musiqilər də bir-birindən gözəldir. O musiqiləri yazan bəstəkarlarımız da bir-birindən gözəldir və Azərbaycan xalqının yaradanlarını yaşadan sizlərə də eşq olsun. Bir şuura köklənək, daş ürəklərdə yanıb, daşları sınırdır. Haqqa düşməni olan, haqqa tapılır. Nə güman edəmsən, ondakı tilsimlərisən. Külü ahimlə qurutdum, sağlıqlatırdım. Onun hər gülşəsi bir xatirə, bir canlı kitab. Keçilən yollara bizə həstəcə olmalı. Dəfn edin, siz mənim zavallı zeykanım, şuurun mayası. Deyirəm bəlkə məni bir gün oyandırdım. Çox kitablar oxudum. Çox kitab oxumaq lazım. Çox kitablar oxudum. Zənn elədim, bəxtiyarım. Mənə çox mənbədi. Ahəstəcə qandırdım. Ahəstəcə qandırdım.
Güldana xanım Məmmədova. Çok teşekkürler ve beni müşahit eden güzel sanatkarlara da buradan sizden alkış rica edeceğim. Emil Bilseyev, Kamanşara Dil Üniversitemizin müellimi Güven Hasan, güzel sanatkarlarına, Nuru, Güvar Paşa'yı sürpriz yaptılar. Üniversitemizin yine de talebesidir, Nağara'dan İtalya. Yusuf. Ve biz üniversitemizden sizin üniversitete konak gelmişik. Konakta geldiğiniz için çok teşekkür ederim. Hoş olsun, çok mutluyum. Ve indi özüm hem de aşağı düştüm ki ekranlara, aynen ne güzel ulaşıyorsunuz. Ben düşünürüm ki bu dəfə aprel ayında sizlərdən seçim eləyərək əxtiyar orada baxtaranda daha diqqətli gərək yanaşın. Artıq bu cür qarşılamadan sonra biraz da məsuliyyətim artmalıdır. İnşallah gələcək yenə sizlərin arasından istedadlar seçməyə və bugün Bəxtiyar müəllimin 100 illiyinə həsr olunmuş bu ilki yubileylərimizdə bir daha yepyeni şəkillər demiş, həqiqət təzə bir də klipimiz var. Səhvəmizə Ali Abbasov el arasında lider reper Alişka belə edir rəqəbi. Ona görə əlini Alişkanı bura dəvət edəcəm. Hoş gəlin. İstərdim ki, o klipi də ekranlarda canlandırsınlar. Sən o tərəfdən, mən bu tərəfdən səndən Allah ekranın qabağı qarşısına kəsməyə gəl. Hoş gəlmişsiniz. Buyurun. Törenin hakikati vücut ters yolda. Niyet unutulmaz. Ah dünya fırlamış. Ah dünya fırlamış. Ebedi olmayıp olmayacak. O dünya ebedidir, bunu bil, o dünya ebedi olacak. Dünya elden ele kesmir, fırlandıkça hey fırlanacak. Yaxşı əməl, pis əməllərin o dünyada hesablanacak. Bu dünyanın temeli, əməli heç vaxt bilinməyib. Bilməyəcək bu dünyada zulüm çəkənlər. Elə bilmə o dünyada da zulüm çəkəcək. Kimi cənnət, kimi cəhənnəm, kimilərsə görüb ya yanacaq. Sanma ki bu dünya bizimdir. Bu dünya heç kimə qalmayacaq. Dünya hey fırlanır beleden bile. Zamanı önleyip öten olmasın. Dünya fırlanır ki geçmesin ele. Onun eteğini tutan olmasın. Bu dünyadan alimler de baş açmayır. Bu dünya hey fırlanır ve de almayır. Sultanlara da dünya efsus kalmayır. Bu
Yadda qalsın seni bu dünyada kimi keyf eyləyir. O dünyada sürünür dizinirsin. Olmaz ölüm, kar etmez ölüm. Dünya tamamına sen tuş gəlmə. Hər kəsə də söyləmə ey gülüm. Bu dünya asan deyil, aza bilmə. Kim deyir dünya mənim? Dünya sənin, dünya heç kimin olmayacaqdır. Bu dünya heç kimin, bunu bilin. Bu dünya heç kimə qalmayacaqdır. Fırlanır bu dünya, dönsün bu gərdiş. İdrakin önündə an əyilməsin. Fırlanır bu dünya, insan ölməmiş. Dünyadan dünyaya keçə bilməsin. Bu dünyadan alimlər də baş açmayır. Bu dünya hey fırlanır və də almayır. Sultanlara da dünya əfsus qalmayır. Bu dünya heç kimə, heç kəsə qalmayır. Bu dünyadan alimlər də baş açmayır. Bu dünya hey fırlanır və də almayır. Sultanlara da dünya əfsus qalmayır. Bu dünya heç kimə, heç kəsə qalmayır. Bu dünya heç kimə, heç kəsə qalmayır. Bu dünyadan alimlər də baş açmayır. Bu dünya hey fırlanır və də almayır. Sultanlara da dünya əfsus qalmayır. Bu dünya heç kimə, heç kəsə qalmayır. Bu dünyadan alimlər də baş açmayır. Bu dünya hey fırlanır və də almayır. Sultanlara da dünya əfsus qalmayır. Bu dünya heç kimə, heç kəsə qalmayır. Həqiqətən də xoş oldum mən ilk növbədə Gülgəmə xanımla bu ifanı ifa elədim və ən böyük belə deyək, hörmət bəslədiyim şair olan həqiqətən Bəxtiyar Vahabzadə və onun sözlərinə də bu reti yazmağı mənə də xoş oldu. Çox sağ olun, təşəkkür edirəm. Xalqımıza, böyük sənətkarlarımıza, yazarlarımıza, namizlərimizə belə gözəl davamçıları var və onları yaşadan sizlərə eşq olsun. Texnik Universitet daim var olsun. Həmişə buradayısınız. Amin. Sizin. Amin. Çok hoş oldu. Yani sizin gibi yani sanatçıları dinlemek hakikaten de tatlı olmuş. Zeynep, siz bunun kaldı sevgisi. Var olun. Alkışlar eləyək. Eşq olsun. Azərbaycanımızın və Özbəkistanın xalq artisti Gülhana xanım Məmmədova bugün Texnik Universitetin xüsusi, dəyərli qonağıdır. Öz gözəl səsi ilə bizi pərvazlandırdı xanım. Təşəkkür edirəm. Mənim ana dilim. Mənim məntiqimin şikarlığı, çalışan kamalı, ağlıdır benim. Milletin varlığı, yurdun varlığı, sənin varlığına bağlıdır. Məni həm babamla, həm də nəvənlə bağlayıb uzanan tarih var. Günəlim, sabahım, sərkələ, yəni kök günəlim, səs bayrağı. Hənsiz adım haram, vətənim haram, ana sütü kimi halalın dili. Harda sən varsansa, orada mən varam. Ey mənim kulluğum, ilahım. Başlardan süzüldüm, sən zaman zamana. Güzeldir suların taştan geçmesi. Yarandı dumdurulancılarına, hayatı çeşmesi, aslan çeşmesi. Benim ana dilim, öldüren tektir. Çeperler varlar, kapılar görer. Bazen birce kelime,
biçtin, üstüne nur salıp cilalasına. Kendini bilmeyip aldan karanın, adam var bu beni yaz sayar bugün. Dedesi bu dinlerine ne yaranır, sözü ölçmek bir zamanlıya. Hakkını söyleyeyim, hiç mi, demir mi, yalnız öz sesiyle çingizlenir mi? Biz sesi benzemezler sesine, onların dilidir onların sesi. Benzemez bülbülün kerametine, karga karışısı o top sesi. Ne yazmaz, ne güleç, ne metal, ne kuş, heslendir, okur özgürlüğünde. Benzene ne düşün aydını yanmış, yanmış önümüzde, özgürlüğünde. Namuslar, ihreber, vicdanın tutar. Vazife kürsüsü meramdır sana. Vatanın seni sevmeyenler atar. Vatanın küreği haramdır. Benim mesleğimin hünkârlığı, alışan kemalı anlıdır benim. Vatanın varlığı, halkın varlığı, benim varlığına Allah benim. Əziz dostlar, indi isə Humanitar Fənlər Kafedrasının müdürü Həbib Mirzəyev Axı Dünya Fırlanır adlı şeirini, Bəxtiyar Vahabzadənin məşhur şeirini, fəlsəfi şeirini sizə təqdim edəcək. Bugün bizim olanlarımız var. Yani Cümhurlar Akademimiz var, Sanat Akademimiz, yani diğer olanlarımız, her birisi bizim için hoşluğu kapımız. Yani həmişə olanlarımız açıldı. Maşallah, zalımız da çok güzel, möhtəşəm. Yani ki, ister istemez bu bize de bu sırrı verir. Yani danışmaq çətindir, çünkü Gülyan Akademi o kadar bizi duygulandırdı ki, elə ruhumuzu okşar. Bak, Azərbaycan musiqisi budur, Azərbaycan şeiri, poeziyası budur. Texnik Universitetdir. Ne kadar tələbələrimiz hələ geri yer olmalı. Yani bu özü, bu xalqın öz sərvətinə sahib olmalı, malik olmağının bir nümunəsidir. Eyni zamanda Bəxtiyar Vahabzadə də elə çarpışdığı, vuruşduğu, mücadilə etdiyi o öz qələmiyle, yani qələmini süngüyə çevirdi bu xalqın bütövlüyü uğrunda, Azərbaycanın, vətənimizin bütövlüyü uğrunda çarpışdı. Hələ Sovet rejiminin tuğyan ettiği bir zamanda, qəddar rejimin tuğyan ettiği bir zamanda hələ Bəxtiyar Vahabzadə, yani 50-ci illərin sonlarında Ruslan qoyulmasını yazdı. Ve bütün Azerbaycan ideyasını irəli koydu. Eyni zamanda qeyd etdi ki, bu xalqı qələmlə kağız üzərində bölmək olar. Bu xalqı ürəyini, qəlbini bölmək olmaz. Onun ruhunu bölmək olmaz. Həqiqətən də bugünkü gün özü də göstərir ki, bu xalq bəli, hər bir şeyə qadirdir. Qadir olmağında yolu təbii ki, hardan keçib bizim vətənə, xalqa, torpağa, milli mənəvi dəyərləri olan sevgimizdən və mübarizlik ruhumuzun, mücadilə ruhumuzun daim oyaq olmağından, mübarizlik ruhumuzun, mücahidə ruhumuzun oyaq olmasında təbii ki, səbəbləri Bəxtiyar kimi sənətkarların əsrlər boyu bu xalqa aşıladığı dəyərlərdir. Onların hesabına biz təbii ki, bugün ayaqdayıq. Bugün ayaqdayıq. Bir millətik, millət kimi, dövlətik, dövlət kimi. Yəni bugünkü tədbirimizin də həqiqətən də ki, bir rəmzi mənası var ki, axı dünya fırlanır. Yəni bu baxımdan mən də istərdim ki, elə bu fəlsəfi məzmunu özündə etibar edən bu misraları, bu sətirləri, məsələn, xoş olardı ki, təbii ki, tələbələrimizin qarşısında, eyni zamanda dəyərli tədbir iştirakçısı hər özü qarşısında canlandırır. Deyir, vaxtın dəyirmanında qum əridi, daş oldu. Tarixə attığımız qayıtdı, yüzüm oldu. Dünənin həqiqəti bugünün tərs yozum oldu. Niyə də yoz olmasın? Axı dünya çox oğlanlar içində çox oğları ovladım.
aşıb daşan arzumu mən artıq cilovladım. Mən atamı ötmüşəm, məni ötür övladım. Bu belə də olmalı, axı dünya tərəfimə. Dünən düz sandığımı bu gün əyri sanıram. Bəzən olur özümdən özüm oğurlanıram. Hər il başqa arzunun başına fırlanıram. Niyə də fırlanmayır? Axı dünya fırlanır. Çox əylən görmüşəm əyilməyən başları. Sular duruldu gördüm dibindəki daşları. Ünvanını dəyişib dünənin almışları. Niyə də dəyişməsin? Axı dünya fırlanır. Necə dönür bu dövran? Necə dönür bu gərdiş? Tazıların üstünə ofşanlar da gülərmiş. Dünya bina olandan hər şey dəyişilərmiş. Dəyişməsin, neyləsin? Axı dünya fırlanır. Əbədini dünyada mən əbədi sanmadım. Bir ateşə tutuşdum, min ateşə yanmadım. Bütlər gəldi və getdi, birinə inanmadım. Niyə inanmalıyam? Axı dünya fırlanır. Fırlandıqca bu dünya yox da dönür, var olur. Quruyan çeşmələrdən sular yenə zar olur. Bu dünyanın xeyri də, şəri də təkrar olur. Niyə təkrar olmasın? Axı dünya fırlanır. Min bir illər bu dünya beləcə fırlansa da, bir yuvanın bülbülü min budağa qonsa da, aylar, illər, fəsillər bir-birini dansa da, dəyişməzdi əqidəm, çünki dünya fırlanır. Bir nə qədər istəyir, min o qədər fırlanar. Qarşıma gah şər çıxar, gah xeyir dığırlanar. Lap istəyir çərxinə, çərx fələk istəyir lap dolana tərsinə. Əqidəmi heç nədə dəyişmərəm mən yenə. Allah yəni böyük sənətlər eləsin, rənglərdir və bugünkü tədbirin bu cür möhtəşəm bu səviyyədə təşkil olunması təbii ki, hər birimizin ürəyincədir. Yəni bu baxımdan tədbirimizi davam edək. Xahiş edirəm, yəni tələbələrimizin gözəl çıxışları öndədir, irəlidədir. Artıq üzümüzü tuturuq. Sağ olun. Və bu gözəl tədbirin təşkilatçısı Həbib müəllim özüdür. Minnətdaram. Belə. Əziz dostlar, davam edirik tədbirimizə. Yağma yağmış. Sözləri Bəxtiyar Vahabzadə, musiqisi Hacı Baba Həsənov. İfa edir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Ceyran Abbaslı. Buyurun xanım. Alqış edək dostlar, sənətkarlarımızı. Boş vaxtdan istifadə edərək Texnik Universitetin rektoru bu tədbirdə əməyi olan, əməyi keçən bütün insanların hamısına təşəkkür edirəm ki, sizin qarşınızda Bəxtiyar Vahabzadə kimi vətənpərvər, Sovet total rejimində Rus Dövlət Təhlükəsizlik Komitəsi ilə baş-başa duran, çəkilməyən, Heydər Əliyev tərəfdən də dəstək alan bu iki önəmli şəxslərdən birinin tədbirinə toplaşmışsınız. Söz musiqinindir. Buyurun Ceyran xanım.
Çok sağ olun, teşekkür ederim. Deməli dostlar, bir tədbir ki, Azərbaycan xalq şairinin yubileyinə həsr olunub. Onun təkcə vətənpərvər mövzuda deyil, eyni zamanda lirikası da hamıya bəllidir. Bəs bu lirika necə yaranır? Bilirsiniz, bəzən baş vermiş hadisələr insanı qələm götürməyə məcbur edir. Ən çox kişilərin başına gəlib. Görəsən, olubmu yanınızdan keçib salamınızı almayıb, sonra gedib yazmışsınızmı evdə, ya mesajla bir salama dəymədi. Artıq məlum oldu söhbət nədən gedir. Bugün mən səni gördüm, salam vermək istədim.
üzünü yanan tuttun, söyle. İllərdən bəri qəlbimizin bir duyub, bir vurduğu illəri axı nə tez unutdun. 5 ildə gözümüzdən axan o qanlı sellər bir salama dəymədi. Heç üzümə baxmadan yanından necə keçdin? Sən eşqin salamını qorxuya mı dəyişdin? Yoxsa sən öz rəhdinə, ilqarına ağ oldun, o qədər yaxın ikən, o qədər uzaq oldun. Şirin görüşlərimiz, acı fəğanlarımız bir salama dəymədi. Qayğılı anlarımız, qayğısız anlarımız bir salama dəymədi. Sən neynədin? Sən neynədin bir düşün, yalnız indi anladım. Sən daha mənim üçün əl çatmaz bir çiçəksən. Yaşanmış günlərim tək geri dönməyəcəksən. Qopey tufan, əsey yel, xəzəl olun tökülüm, düz 5 il ürəyimdə bəslədiyim məhəbbət bir salama dəymədi. Bir günlük həsrətimə dözə bilməyən gülüm, bəs nə oldu? Bəs nə oldu? Bu həsrət bir salama dəymədi. Getdin, dalınca baxdım, can ayrıldı canımdan. Sən necə etinasız ötə bildin yanımdan. Ah çəkdim, başım üstə yarpaqlar əsdi gülüm. Sənin qəlbin əsmədi, arxana da baxmadın. Niyə sənin yolunu məhəbbətin kəsmədi? Qazancımız bu mu? Deyilməmiş o salam əlvidamız oldu mu? Sən mənə zülm eylədin, mənə zülm yaraşır. Bir salama dəyməyən eşqə ölüm yaraşır. Bir salama ölüm yaraşır. Teşekkür ederim dostlar. Alkış edemediniz babası. Bahtiyar Rahatszade'nin o güzel ifadesiyle bir ananın iki oğlu, bir amalın iki kolu. O da ulu, bu da ulu. Azerbaycan, Türkiye. Bu yıklamalara hususi gurultulu alkışlar düşür. Bu alkışlar yıllar boyu Sovet döneminde bizim Türkiye'den alkışlanmış toplum rejime bir cevap idi dostlar. Ülkemizdir, yolumuz bir, Azerbaycan, Türkiye. Sevincimiz, meramımız, bayraklarda hilalimiz, Azerbaycan, Türkiye. Ata yurda gönül verdi. Ana yurdum, ata yurdum. Azerbaycan, Türkiye. Əziz dostlar, indi isə tədbirimizin davamında gecələr qulaqlaşır. Belə bir musiqi çərəngi ilə qarşınızda çıxış edəcək bizim dəyərli sənətkarımız. Sözləri Bəxtiyar Vahabzadənin, musiqisi Elza İbrahimovanın. Hamınıza məlumdur ki, Elza İbrahimova gözəl mahnıların müəllifi, gözəl bəstəkarımızdır, mərhum. İfa edir Azərbaycan Texniki Universitetinin məzunu, TRT Musik müsabiqəsinin qalibi Fərhad bəy Rəhimli. Alkışlarımız var. Hoş gəlmişsiniz, hoş gəlmişsiniz. Həmişə belə tədbirlərdə görək sizi. Buyurun, sənə sizindir.
əziz dostlar, tədbir davam edir. İndi isə yenə şeir nümunəsinə keçirik. Keçid alaq, görək. Texniki Universitetin tələbəsi Durna Həsənli özünün ifasında muğam şeirini bizlər üçün ifa edəcək. İndi biz onu səhnəyə dəvət edək. Buyurun. Hoş geldiniz. Bu mikrofonu götürün. Şöhretlerde yanıp taşları sındırdım. Hakka düşman olanı hakka tapındırdım. Ne cuman eyləmisən, ondaki tilsimləri sən. Kürü ahıyla vurdu, salı yandırdım. Onun hər güşəsi bir xatirə, bir canlı kitab. Keçilən yolları hərdən bizə andırdın. Su çilərkindi ürəklərdə qəzəb tonqalına. Neçə qəsdi, önünü kəsdi, dayandırdın. O ürək yanğısı, göz yaşları bir çəngə bulud. Oyadıb yaddaşı, vicdanı. Dəfn edin siz məni zavu seycahın mayəsinə. Deyirəm bəlkə məni bir gün oyandırdın. Çox kitablar oxudum, zənn elədim, bəxtiyaram. Mənə çox mətləbi ahəstəcə qandırdın. Mənə çox mətləbi ahəstəcə qandırdın. Çox sağ olun bacım. Çox gözəl də ifa elədiniz. Alqışlar da məni fərəhləndirdi və inanıram ki, siz sonraki tədbirlərdə də bax belə gözəl səsinizlə Azərbaycan qirayətinə növbəti bir təkan olaraq səhnələri bizlə bölüşəcəksiniz və bitirmişsiniz yoxsa hələ davam edirsiniz burada təhsilinizi davam edirsiniz. Bəli, uğurlu gələcək arzulayıram sizə. Dostlar, nədən oldu? Sözləri Bəxtiyar Vahabzadə, musiqisi həmin o şəhərdən olan. Mən Şəki haqqında çox danışardım. Güləna xanım bayaq getdi. Mən Şəki deyəndə birinci mənim gözümün qabağına Çələbi xan gəlsə də tarixdən. Amma özümün Sovet vaxtı xatirimə gələn Charles de Gaulle'un Fransa müqavimət hərəkatının parlaq nümunəsi Əhmədiyyət Cəbrailov gəlir. Mən onun tədbirini keçirdəndə dostlarımı dəvət edəcəm. İndi bilmirəm, dəvət edəndə yəqin Həbib müəllim də gələr. Əhmədiyyət Cəbrailov misilsiz bir qəhrəmandır. O da Şəki şəhərindəndir. Sözü ona gətirirəm ki, Şəfiqə xanım Axundovada oğlu ilə bir yerdə o gözəl mahnıları ifa edirdi. O da Şəkidəndir. İfa edir Azərbaycan Texniki Universitetinin tələbəsi Əlican Əliyev. Müşayiət edir Tarxa və Kamançada Azərbaycan Milli Konservatoriyasının tələbələri Rövşən Abdüləzizov, Rüstəm Hacıyev, Naharada Azərbaycan Texniki Universitetinin tələbəsi Yusif Səlim. Həmçinin qeyd edək, Əlican gözəl sənətkarımız, dəyərli pedaqoq, xalq artisti Gülyaz xanım Məmmədovanın tələbəsidir. Xahiş edirəm, alqışlarla əl çalın nəyə görə necəsiz? Özünüzü yaxşı istəyirsiniz. Yəqin indi gözəl bir ifa ilə bizi sevindirəcəksiniz. Təşəkkür edirəm, var olun. Bizə də çox qürur verici bir hissi ki, bu günlərim bizim xalq şairi Bəxtiyar Vahabzadənin yubileyində bizim də bir ifamız, çıxışımız var. Düzdür, bu zalda çox çıxış eləmişik. Amma hər çıxışlarımızda yeni də həyəcan var. Həyəcanımızı üzrünü sayarsınız inşallah. Əlbəttə ki, dəyərli, necə deyim, müşahidçilərin köməyi ilə gözəl bir nəğməmiz gəlsin.
mahnının tarixini mən də biraz bilirəm və musiqinin müəllifi də bilirsiniz ki, Şəfqə xanım Axundovalı, onun acı tarihi, oğlunun acı tarihi məni göz yaşlarına bir vaxt qərq eləmişdi və bu musiqi göz yaşlarına yazıldı. Elə bil sanki Bəxtər Vahabzadənin o şeirdə elə bil sanki Şəfqə xanım üçün yazıldı. Təsəvvür edirsiniz, bu mahnı siz oxudunuz, mən içimdə ağlayırdım. Yəni ona mən içimdə almış eləyə bilmirəm. Çünki biz onların həyatından bir xəbər idik. Sonradan biz bunu sosiallardan, digər yoldaşlardan bildik. Allahdan Bəxtər Vahabzadə kimi dahi bir şairimizi, həm də o filosof şairdir, onun çox fəlsəfi şeirləri var, bunu da bilirsiniz. Və oxuduğumuz bu mahnının müəllifi Şəfqə xanım Axundovaya və onun nakam olduğu Talih Hacıyevə də rəhmət edirəm, yəni. Sağ olun dostlar, ayaqlarınız var olsun. Əziz dostlar, texnikin Adım sahibini demir mi başkan? Boşlukla vermezler toprağı ancak kanla mühürleyip zorla alırlar. İsa Kur'an'ın zülzümesini, cabbarın, seyidin, hanan sesini, Balkanlı Karabağ şiddet sesini, Babek türbesini, nice pay veriyor. Karabağ 30 yıllık hasretin ardından Anavatan'la buluşturan Azerbaycan ordusunun neferlerini tebrik ediyor. Onları dualarla tepeye gönderen anaların ellerinden öpüyor. Əziz dostlar,
sizin bu universitetin tələbəsi, milliyyətcə bizim qardaş Türkiyəmizin belə deyək, vətəndaşı Fatih Emir Torun və daha bir şeir nümunəsi ilə onunla bir yerdə səhnəni bizlə bölüşəcək. Can Polad Quliyev Bayraq şeirini səsləndirəcək. Sizsiniz Can Polad. Hoş geldiniz. Unutmak isterim. Özümden bir daha ayrılıp kaçmam. Geceler yatıran bir fikirle seni düşünmeyim, seni anlayayım. Bu öyle kaygı ki, bu öyle gam ki azdırar bir anda yolundan beni. Seherde, akşamda düşünürüm. Gerek düşünmeyen hiç zaman seni unutan fikirde hayret edince unutmaz yürekte seven seveni. Ben özüme unut dedikçe özümü unutup tanırım seni. Unuttum değilim yadından çıkmamış düşürsen yana. Eşkimin odunu söndürebilmeyir. Gezerbin sen gibi ışık. Torpağın üstüne kölgeler salır. Benim varlığımın civası bayrağı. Seferden doğulmuş, Göytürk'ten kalan, Kurtbaşlı bayrağın ağası bayrağı. Üç renkli bayrağın kölgesinden ben, Karaca torpağı, vətən görmüşəm. Sefer güllerini övrü qədimdən, bayraq ışığında biten görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim. Bayraq öz yurduma, öz hakimliyim. Harda ecdadımın ayak izi var. Bu sefer bayrağım orada dikelsin. Geçtiği yerlerde dağlar, yamaçlar, onun huzuruna salama gelsin. Tarihten gedimdir, zamandan koca. Benim bayrağıma sancağım hilal, aleme nur saçlı tarih boyunca mebetler başında hac olan hilal. Daim kucalasan, daim kucalasan, savaş gününde esker sahibine seni ten görür. Yalnız sefer çalmış şehit önünde seni almış için eğlen. Yani bu bakımdan yani o insan var ki dünyanın çiğninde güce çevirir. İnsan da var ki öt çiğninde dünyanın bütün dertlerini, acılarını, ağrılarını öt çiğninde taşıyır. Lazım olan qədəfə getirmək. Mesela bu hədəfə çatdıranda artıq o ağrıları, acıları əldə çözür. Yani həmişə insan həyatın mənasını dərk etməlidir. Yani bu baxımdan bugünkü elə bu tədbirin özü də ona xidmət edir. Bizi şəxsiyyət olaraq, vətəndaş olaraq yetişdirməlidir. İnsan yaşad olur, qocalır, yaşlanır, yaş üzərində yaş gəlir, ancaq xatirələr qalmır. Ona görə də ki, həyatımızı elə yaşamalıyıq ki, bu xatirələrimiz qeyd edəyək ki, həmişə bizimlə olsun və
xoş anlara çevrilir, hər zaman bizi izləsin. Gəncləri dinləyəndə həqiqətən də bu xatirələr baş qaldırır. Hələ gənclər yəni ki, Qəbri Gülü həyatdan, yəni ki, həqiqətən də ki, deyir, Bəxtiyar Vahabzadənin çox şeirləri öz dilindən səslənir. Mən onu dinlədikcə həqiqətən də ki, məsələn, ruhum dincəlir ki, deyir, mən 15 yaşında, 20 yaşında elə bilirdim ki, 40 qocalıq, 40'ı ötmüşəm. Ancaq başında uşaqlıq havası hələ qalıb. Elə bil dünəndir, çiynimdə çanta, orada yeyə-yeyə gərsək. Elə bil dünəndir, o qamış atda, nazır qamçı vurub, at səyir. Hiss edə bilmirəm, yaşımı neydi? Ürək o ürəkdir, həvəs o həvəs. Gah arana düşür, gah dağa meylim. Nədir sinəmdəki bu duyğular həvəs? Gənclik əlimizdən üzülən kimi həyatdan gördənli yapışırıq biz. Gənclik əlimizdən üzülən kimi həyatdan gördənli yapışırıq biz. Yaşımız ötdükcə ağaclar kimi dərinə işləyir rişələrimiz. Odur bax, həyətdə qopub vəlvələ, uşaqlar oynaşır, dırmaşır dama. Mən də onlar ilə tutub ələmə, qaçmaq istəyirəm uşaqlar. İstərəm gizlanmaç oynayım yerə, başıma götürüm çölü, çəməni, elə gizlənim ki, düşüb izimə heç tapa bilməsin qocalıq. Ancaq yaş özünü göstərir. Ürəkdə çox gizli döyüntülər var. Küçədə, bayırda, köpşiyəndə mən sanıram yoxuşu daşı günahkar. Yolda balalardan geri qalanda neyləsin bu yoxuş, bu daş, bilmirəm. Ancaq gözəlliyə heyran olanda. Bu gənclərdən özümü həm yaşdır. Bu gənclərdən özümü həm yaşdır. Və xatirlər qocaldır. Yəni insanı da yaşayan xatirlər. Var olun. Yəni tədbirimizin artıq sonuncu nömrəsidir. İnşallah bizim gözəl, təbii ki, bədii qiraətçimiz, şair, Cəbrayıl Qəmbər, məsələn, mən həqiqətən də ki, auditoriyada danışanda özümü o təvəzzəkarlıqdan uzaq olsun deyirəm ki, mənlə taybatay gələn olmayacaq. Bugünkü tədbirdə çox çətinlik çəkirəm ki, həqiqətən də ki, o əsl, bu deməli, yolun sənətçisidir, yolcusudur, zövq aldı, səs özü, hər bir şeydir. Ona görə də Xeyr. təşəkkürümüz var. Siz çətinlik çəkmirsiniz. Siz hələ də müəllimsiniz, yenə də bu sahədə. Olmadı, çünki o da ədəbiyyata Təşəkkür ederim. Minnətlər. Çox sağ olun, təşəkkür ederim sizə. Həm tələbələr qarşısında, həm məlim heyəti qarşısında üzərimə düşən bütün məsuliyyətdən gələn cavabdehliyi gücüm çatan qədər daşıyacağım və qarşınızda bundan sonra da sizin xidmətinizdəyim, dəyərli dostlar. Həm Rəfiq müəllimə, həm də Texnik Universitetin rəhbərliyində eyni zamanda rektora və olma müəllimə təşəkkür edirəm. Teşekkür ederim. Burada Türk talebelerimiz de var. Ümit ederim Bahtiyar Vahabzade'yi çok yakından tanımışızdır. Türkiye-Azerbaycan kardeşliği her daim var olsun. Dəyərli dostlar, tədbirimizin son dəqiqələrinə yaxınlaşırıq. Mən bundan sonra da belə tədbirlərin keçirilməsini arzulayıram və bilirəm, ümid var ki, olacaq belə gözəl tədbirlər. Azərbaycan
Azərbaycan adlı bir mahnını dinləyəcəyik. Sözləri Bəxtiyar Vahabzadənin, musiqisi dəyərli sənətkarımız, Azərbaycan xalq artisti, gözəl bəstəkarımız Emin Sabitoğlu'nundur. İfa edəcək Azərbaycan Texniki Universitetinin tələbələri Lamiyə xanım Zahidova buyursun və Maksim Kulov. Hoş gəlmişsiniz yoldaşlar. Bundan sonra da sizə uğurlar arzulayıram. Həmişə belə səhnələrdə olasınız. Əziz dostlar,
Dostlar, değerli yoldaşlar, bu universitetin müəllim və tələbə kollektivi, ha belə mənə dəyər verib bura qarşıda əyləşən gələnlər, Yasəmən xanım, ondan sonra Salaxın xanım, bizim publisist yazıcımız, yanında əyləşənlər, şairlərimiz, hamınıza təşəkkür edirəm ki, sahib seçib gəlmişsiniz. Bununla da Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamına əsasən təşkil edilən Axı Dünya Fırlanır adlı yubiley tədbirimiz sona yetir. Yaddaşımızda xoş bir xatirəyə çevriləcək bu sözlü, nəğməli gündə bizimlə birlikdə olan hər kəsə, xüsusilə dəyərli qonaqlar sizlərə, rəhbərlik başda olmaqla universitetin müəllim tələbə kollektiv adından bir daha dərin təşəkkürümüzü bildiririk və yenidən görüşmək ümidi ilə əziz tədbir iştirakçıları sizinlə xatirələşirik. Sağ olun.